Bir gün səhər Allah Rasulü buyurur ki, kim bu gün səhər deməli cənazə namazı qılıb? Əbu Bəkr radiyallahu anh deyir, mən. Deyir, kim bu gün sədəqə eləyib? Əbu Bəkr radiyallahu anh deyir, mən. Və sonra isə digər xəstəni ziyarət və sədəqə vermək barəsində Əbu Bəkr radiyallahu anh deyir, mən. O zaman Allah Rasulü buyurur ki, kimdə bu 4 əməl cəm olursa, həmən insan cənnət əhli sayılır. Kimdə bu əməl olursa. Necə Allah Rasulü buyurur ki, kimdə bir gün ərzində bu 4 əməl cəm olarsa, həmən insan cənnətə, yəni daxil olar. Düzdür, bəzi rivayətlərdə bu gəlib sübh namazına qədər, yəni sübh namazında qıldı, Allah Rasulü soruşdu. Yəni təsəvvür edin ki, elə bir işadan, çünki gecədən sonra artıq bu 2 gün sayılır. İşa namazından sonra, yəni gecə yarısından sonra sübhə qədər Əbu Bəkr bu 4 əməli eləmişdi. Və bəzi rivayətlərdə gəlib ki, Allah Rasulü gün ərzində deyir. Gün ərzində nə vaxt sayılır? Gün çıxandan gün batana. Və təbii ki, birinci rivayəti götürsək ki, gecə yarısından sübhə qədər bu biraz nədir? Ağırdır. Yəni, hər adam onu təsəvvür edə bilməz ki, yəni gecə Əbu Bəkr cənazəni necə qıldı? Əbu Bəkr necə sədəqəni verdi? Sədəqə hardasa verilə bilər. Və ya da xəstəni necə ziyarət elədi? Və ya da ki, bunu necə elədi, bunu necə elədi? Amma gün ərzində bu hasan da ola bilər. Gün ərzində bunu eləmək olar. Amma gecə vaxtı, əgər o rivayət səhidirsə, məhz ona layiq olanda insan kimdir? Əbu Bəkr radiyallahu anhdır ki, çünki Allah Rasulü sallallahu aleyhi ve sellem bir hədisdə buyurur ki, Əbu Bəkr radiyallahu anh imanı tərəzinin bir gözünə qoyuldu və mənim ümmətimin imanı bir gözünə və deyir, mən orada yox idim. Kimin imanı ağır gəldi? Əbu Bəkr radiyallahu anh. Ona görə Əbu Bəkr radiyallahu anh məhz Allah Rasulü tərəfindən Siddiq ləqəbi ilə adlandırılmışdır.